Bizim evdə yumurta pişirən Uğurdur. Bizim evin poveru. Poverumuz Uğur bəy. Duzu çox tökmə yaxşı, az istəyirəm. Uğur indi mənə yumurta pişirəcək. Lapaz oldu. Atamız gəldi. Nə münasibətlə almışsan? Müəllimlər günü. Doğrudan teşekkür ederim, teşekkür ederim. Çok sağ olun. Bizim atamız geldi. Benim. Ata benim. Benim. Ne o? Ata benimdir. Yumurtanı töküyorum. Necə? Orxan müəllimlər gününə özəl tort alıb. Sağ olsun. Yaxşı, vallahi sağ olun. Çox qəşəngdir. Görünüşü əladır. Məncə dadı da yaxşı olacaq. Hə, Uğur? Kaşığı ver. Hı? Kaşığı ver. Götürə biləcəksən? Ha. Ver götür. Ehtiyatlı ol. Daha acısın mı? Sağ ol Uğur, əziyyət çəkdin. Yorulmadın? Yok. Sağ ol. Bunu da yazım. Kes kes kes. Kəsim sənədən? He. Hı? Yoxsa gecikirsən? Gecikəmədin, nə etmədin? İstəyirsən işə götür də, işdə içərsən. Tadına bakmak istiyorum. Aa, ortasını mı verersin? Hər vaxtınız xeyir olsun. Biz Uğurla birlikdə artıq vloqlar çəkməyə qərarına gəlmişik. Deməli, Uğur Harun Məmmədovun videolarını çox izləyir YouTube-dan və oğlu Zeydlə birlikdə çəkdiyi vloqları çox-çox bəyənir. Gəldi mənə dedi ki, ana, nə olar, xahiş edirəm, gəl biz də belə gündəlik vloqlar çəkək, YouTube kanalımızda paylaşaq. Əminəm ki, hər kəs bunu bəyənəcək, izləyəcək, bol-bol da bəyan atacaqlar. Elə Uğur? Mən də onun bu fikrini dəyərləndirmək istəyirəm və söz verdim ki, yaxşı Uğur, bacardığım qədər səndən gündəlik vloqlar çəkərik. Nazişko, salam elə. Salam. Uğur, dostlarıma nə deyirsən, sən izləyən izləyicilərə nə demək istəyirsən? Nə istəyirsən Uğur izləyicilərimizdən? İstəyirəm bol-bol abunə olsunlar, bəyənsinlər. Yəni 2000, 200 bin, 100 bin olsa biz daha hər gün də çəkəcəyik. Atam bizi əyləncəli yerlərə aparır, orada da çəkərik. Dostların izləsin səni, sinif yoldaşların. Ən çox kim izləsin? Ən çox hamı niyə izləmir? Hamı izləsin. Onda dostlar var, bizim YouTube kanalımızı deyərsən. Onlar sənə baxarlar, bəyənirlər və videolarımıza bol-bol bəyəni gəlsə, abunə gəlsə, biz qəşəng maraqlı yerlərə gedəcəyik, oradan da çəkilişlər eləyəcəyik. Sadəcə sizin bəyənməyiniz kifayətdir. Düzdür? Nazlı, salam elə. Salam göndər. Tableti baxmaq istəyirəm. Maçda göndər. Hə, bu arada Uğur cəzalıdır. Ona görə Uğur bir müddət tabletə və televizora baxmayacaq. Televizor niyə açıq idi? Çünki yemək yerdi. İndi mən televizoru söndürəcəm. Çünki bu oğlan cəzalıdır. İstəyirsən, get oyuncaqları bir gətir, otur bacından oyna. Hı? Bəs nə eləmək istəyirsən? Axı cəzalısan. Bir müddət tabletə baxmayacaqsan. No. Sən bilirsən ki, mən sənə cəza verəndə, yəni, o müddət keçənə kimi, xeyr, razılaşmıram. Amma Nazişko baxa bilər, çünki Nazı balacadır. Ancaq Uğur bəzən məni əsəbləşdirir, mən də ona cəza verirəm. Nazişko. Nazı. Çıkarma. Bazı okudu beni. Sana bak. Baxın. Çox qəşəng dadı var. Mən də bəyəndim. Xoş olsun. Sağ ol. Uğur mənim sağ əlimdir. Bütün işlərdə mənə kömək edir. İndi bacısına tort qoyacaq. Ən balacasını bura qoy. Gözlə, dağa sənə tort verəcək, gözlə.
Bu nədir? Bax, balaca qoydun, Çəkmə məni. Afərin. Aynen. Hə. Kəsə bilirsən? Afərin balama. Ortadan kəsin. Hə, düz eləyirsən. Bazı eləyirəm ki, kəsin. Nacişko, nə yeyirsən? Nam. Aynen. Çəngəllə ye. Çəngəllə ye. Aynen. Qəşəng də kəs. Görün nə gözəl kəsdi Uğur. İncə. Afərin sənə. Çox qəşəng kəsdin Uğur. Əhsən. Sən hər şeyi bilirsən də. Harda öyrəndin ay Uğur? Heç özüm. Özündən gəldi, hə? Bu ideya. Ay qız. Naz, bu nə sifət? Çəkdi. Bu nə sifətdir, Nazı, ilahi. Aynen. Görün necə yeyir. Görün Aynen. necə yeyir. Ortasını biraz. Bunun ağzına, burnuna. Ay qız. Nazı. Bağlaya bilirsən. Bağla burayı. Keçir də. Düz xət olan hissəyə keçir. Keçirəm. Mən istəmirəm, çox sağ ol. Salam, mən futbolçuyam əslində. Evin içində oynamaq olmaz. Mən sizə göstərmək istəyirəm əniyyətlərimdən. Başlayaq. Əslində evin içində Uğura topla oynamağa icazə vermirəm. Hərdən sözümə qulaq asmır, oynayır. Mən də əsəbləşirəm, cəza verirəm. İndi sizə onu dedi ki, əslində evin içində oynamaq olmaz, ancaq ki mən sizə bir neçə hərəkət göstərmək istəyirəm, hə Uğur? Bəli. Afərin. Yavaş bacıma dəyər. Elə hündür atma. Yaxşı. Dəyməsin üçün. Olmaz elə hündür atmaq. Nə göstərirsənsə aşağıdan göstər. Aldatma hərəkətləridir. Çiləmə bilirsən. Ayağında çiləmə ya. Başında çiləmə. Afərin. Başında çiləmə bilirsən. Hə, hələ öyrənməmisən. Futboldan başqa nə bilirsən Uğur? Ondan başqa. Afərin. Bəlkə rəqs eləyəsən? Biraz göstərin. Göstər. Bir daha futbol oynayayım. Sonra bizə rəqsdə öyrəndiyin hərəkətləri Bir göstərərsən. daha futbol oynayayım. Oyna. Nazı, qollarımı da çırmalamısan. Nə işlə məşğulsun? Hə? Bu arada Uğur rəqsə də gedir. Həm bizim milli rəqsimiz, həm ləzginka və avar rəqslərini yaxşı öyrənmək üçün rəqsə gedir. Artıq 3 aydır başlayıb və 3 ay ərzində bir neçə hərəkətləri yaxşı eləməyi bacarır. İndi onu sizə göstərəcək. Afərin sənə. YouTube-da istədiyin mahnını qoşmağı da bacarırsan. Səs ver. Oba. Aferin. Nazlı sen de elə. Əhsən. Bravo sənə Uğur. Başqa? Başqa? Öyrəndiklərimin hamısını göstər. Fırlanma da var. Elə yox. O biri fırlanma. Sürətli. Oba. Aferin balama. Başqa nə öyrənmisən? Qəşəng. Başqa nə öyrənmisən? Hamısını göstər. Nə öyrənmisən, hamısını göstər.
Nasıl, sen ne öğrenmişsən? Ay Allah. Nasıl? Necə baxır? Os. Sen de oyna Nazı. Hava. Gaga yıkıldı. Git Gaga maç elə. Dur, dur. Gaga yoruldu. Uzaklaşın. Kuç kuç eləyin. Uğur çok yoruldu. Dur, Uğur yoruldu. Hazırlaşmalıyam. İndi birinci dişlərimi yazacağım, sonra ərzimi yazacağım, gələcəm paltarımı giyinəcəm, sonra gedirik. İnşallah. Uğur'un dostlarına bakın. Hello. Çok şirin görsənirlər də buradan. Yaxşı fikirləşmirsən Uğur. Oradan durub sənə baxırlar. Dostum, ne inirsən dostum? Üzülü yaxşıyım. Meymunluq eləyirsən. Onu səliqə ilə yerinə qoy. Yoxsa səni beş qardaş. Qoy yerinə, səliqə ilə. Səliqə. Səliqə. Sevirsən kırbadığı? Mən də səni sevirəm. Ay kız. Təcəllik peşindədir bu kız. Gedək. Baxaraq. Bugün hava yaxşı olduğu üçün Uğur dedi ki, ana qısa qol geyinmək istəyirəm. Dedim, yaxşı geyin. Yuxarıda dostlarım da var. Baxın. Wow, Uğur'un dostları. Salam. Çok şirin dostlarım var Uğur. Sonra kindirsək. Neynədin Nazı? Oyuncaq səbəti Uğur. Açdım. Rəhmətə getdi. Oyuncaqlar deyir ki, Öldür. oyuncaqlar deyir ki, nə baş verir? Onu bağladana. Gəl bağlayayım. Qaçaq, qaçaq, qaçaq. Nazı da geyinsin. Nazı gedək geyin. Yakışıklı Uğur. Yaraşıklı Uğur. Красавчик. Очень красивая. Угорчик. Daha önce çada. Hı? Heç nə yaşadım. Evde çöreği bana almış. Uğur sağlaşmağımız. Şişt. Sonra necə idi? Belə. Get. Bay bay. Benim bugünkü günüm salonda geçti.
Necə yorğunam, təsəvvür edə bilməzsiniz. Yolda Hadisə hekayəsini evə oxumağa verib. Birinci mən oxuyacağım, sonra sən. Yaxşı? Başladıq. Olmazsa olmazımız. Salam. Like atmağı unutmayın. Yoxsa sizin qıdıqlayaram. Like gəlməkə qıdıqlayacağım. Oyun çıxarma, dərs oxumaq vaxtıdır. Baş üstə komutanım. Oxuyaq. Oxuyanda necə oxuyuruq, Uğur? İntonasiya. Bəli, intonasiya ilə. Bu çox önəmlidir. Hekayəmizin adı Yolda Hadisə. Nihatla Natiq sinifə daxil olanda artıq ikinci dərs başlamışdı. Gülarə müəllim qaşqabaqlı halda onlardan soruşdu. Niyə dərsə gecikmisiniz? Uşaqlar bir-birinin sözünü kəssə-kəssə danışmağa başladılar. Qoca qadın yeriyə bilmirdi. Hə, onun ayağı burxulmuşdu. Parkda yer buz idi, çox sürüşkən idi. Biz parkda görüşüb məktəbə tərəf gəlirdik. Təcili yardım maşını gəldi. Qadını xərəyə qoyub apardılar. Hə, biz polisə xəbər verdik. O da təcili yardıma zəng elədi. O birdən sürüşüb yerə yıxıldı. Heç özləri bilmirlər ki, nə danışırlar. Bir bəhanə uydurmağa çalışırlar. Fikir verirsən? Bunlar darbadal deyirlər. Birisi qabağa gedib, birisi ağır gedib. Birisi qabağa gedib, birisi arxaya gedib. Bizdən qabaqda qoca qadın gedirdi. Biz ona kömək elədik ki, ayağa qalxsın. Gülarə müəllim onların sözünü kəsdi. Bir dəqiqə susun. Nəfəsinizi dərin. Mən sizin danışığınızdan heç nə başa düşmədim. Rafiq Ələkbəroğlu. İndi buyur sən. Bax qardaşım. Yolda Hadisə. Nihat da Natiq sinifə daxil olanda artıq ikinci dərs başlamışdı. Gülarə müəllimə qaşqabaqlı halda onlardan soruşdu. Niyə dərs keçmisiniz? Uşaqlar bir-birinin sözünü kəsə-kəsə başladılar. Danışmağa başladılar. Qoca qadın yeriyə bilmirdi. Hə, onun ayağı burxulmuşdu. Parkda yer buz idi. Çox şişkən idi. Biz parkda görüşüb məktəbə tərəf gedirdik. Təcili yardım maşını gəldi. Qadın xərəyə qoyub apardılar. Hə, biz polisə xəbər verdik. O da təcili yardımı zəng elədi. O bizdən soruşub sürüşüb yerə yıxıldı. Hə, bizdən qabaqda qoca qadın gedirdi. Biz ona kömək elədik ki, ayağı qalxsın. Gülarə müəllimə onların sözünü kəsdi. Bir dəqiqə susun. Nəfəsinizi dərin. Mən sizin danışdığınızdan heç nə başa düşmədim. Hekayəmizin yazarı Rafiq Ələkbəroğlu. Afərin, əla. 5 çak. Birinci dərsimiz hazır. Sabah bir də təkrarlayacağıq, daha yaxşı yadımızda qalsın. İndi keçək ikinci dərsə. Fışt. Şəklə bax. Baxmalısan diqqətlə. İzahın aid olduğu şəkli seç və varlığın adını yaz. Xəstə, yaralı daşımaq üçün istifadə olunan tibbi əşya. Səncə budur, yoxsa budur? Bunun adı nədir? Kitabda, hekayəmizdə qeyd eləmişdi. Qadını nəyə qoyub apardılar? Xərəyə. Ay, sağ ol. Bunun adı xərəkdir. Xərəyə. Yaz. Bu yazım. Birinci nə olur? Deməli, Nəfəsini dərmək. Şərtdə bizə deyir ki, dincəlmək üçün dayanmaq, azacıq fasilə vermək. Bu nə mənaya gəlir? Nəfəsini dərmək mənasına gəlir. Buqumun hamısı bura gələnə kimi dərsimizi bitirməliyik. Amma mən istəyərəm ki, bunun hamısı bura tam gəlməmiş biz dərsimizi bitirək. Tez bitirək.
Bacararıqmı səncə? Vaxt başlayıb. Vaxt itirməyək. Yazdın ikincini. Uğur, cığallıq eləmək olmaz. Bu burada qalsın. Məktəbdəki hadisələrin ardıcıllıqda uyğun nömrələr. Nihat Natiq qoca qadına kömək et. Cəld, Uğur, cəld, Uğur, cəld. Biz artıq ikinci dərsimizi bitiririk. Vaxt gedir. Bu arada bura mənim dərs otağım. Mən rəsm müəlliməsiyəm və tələbələrimi bu otaqda hazırlaşdırıram. Burada gördüyünüz rəsmlərin bir qismi Uğurun, bir qismi isə mənim əl işlərimdir. Aynen, mən tıxılmadım. Bura həm də Uğurun dərs otağıdır. Əvvəllər öz otağında eləyirdi dərs masasında. Ora çox balaca olduğuna görə artıq burada eləyirik. İkinci dərsimiz də hazırdır. Yaz dərsini. Düzgün yaz. Ne qəşəng xəttim var. Afərin sənə, bugün 5 almışsan. Sürətli hesabla. 4, 3, 7. 4, 3, 7. 77. 4, 4. 6, 1. Afərin. 5, 4. 5, 4. 99. 7, 2. 4. Afərin. Bravo sənə Uğur. Yaz. Misal 2. 4. Misal 4. Sağ olun. Abone olmayı, like atmayı unutmayın. Çox bəyəni gəlsin ki, biz də belə videolar çəkə bilək.